Hamıya salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz the preposition, yəni sözönüdür. Qeyd edeyim ki, sözönü dərsinin ikinci hissəsini izah edirəm. Başlayaq birinci tell, talk, speak və say feillərindən. Bu feillər məna olaraq bir-birinə yaxındır. Bunların mənası danışmaq mənasındadır. Amma bunların sözönlərlə işlənməsi bir qədər fərqlidir. Deməli, necə olacaqdır? Telldən sonra to istifadə etmək olmaz. Yəni tell to me, tell to Jane, belə bir şeylər mümkün deyil. Amma yerdə qalan talk, speak, say və bunların əlbəttə ki, keçmiş və digər zaman formalarından sonra to istifadə edilə bilər. Talk to demək olar, speak to demək olar. Bəzi qrammatika kitablarında speak ilə with demək olmaz deyə bir qayda keçir, amma belə bir şey yoxdur. Speak ilə to da işlənə bilir, speak ilə with də istifadə edilə bilir. Sadəcə olaraq burada məna fərqi vardır. Əgər speak ilə with istifadə edilirsə, deməli qarşılıqlı şəkildə kimlənsə söhbət edilir. Amma əgər speak ilə to istifadə edilirsə, deməli bir tərəf digərindən nə isə daha çox danışır. Məsəl üçün deyirəm ki, the teacher speaks to us, müəllim bizə danışır. Yəni burada müəllim daha çox danışır, dinləyən tərəf şagirdlərdir. Bir də var deyirəm ki, I speak with my friends. Mən dostlarımla danışıram. Deməli burada nə vardı? Burada qarşılıqlı hər ikimiz də danışırıq mənasındadır. Gələk nəqliyyat vasitələrinə. İngilis dilində nəqliyyat vasitələri ilə 3 dənə sözönü işlənir. By, in və on sözönləri. By nə vaxt istifadə edilir? Əgər nəqliyyat vasitəsi təkdirsə, yəni yanında heç bir əvəzlik yoxdursa, yanında artikel olmasa, bu zaman by'dan istifadə etmək lazımdır. Məsəl üçün, by plane. Amma əgər burada a plane olsaydı, biz bura by yaza bilməyəcəkdik. Və yaxud da ki, by car. By my car demək olmazdı, əvəzlik vardırsa. Yəni, nəqliyyat vasitələrinin yanında artikel yoxdursa, əvəzlik yoxdursa, bu zaman by yazmaq lazımdır. Qalan hallarda, yəni əgər nəqliyyat vasitəsinin yanında artikel varsa, əvəzlik varsa, bu zaman uyğun olaraq ya in, ya da ki, ondan istifadə etmək lazımdır. Təbii ki, in və on öz aralarında fərqlənir. Biz belə yadımızda saxlayaq ki, əgər biz həmin nəqliyyat vasitəsində ayaq üstə dura biliriksə, demək ki, on işlətmək lazımdır. Məsəl üçün, avtobusda ayaq üstə durmaq mümkündür, on işlətmək lazımdır. Və yaxud da ki, metroda ayaq üstə durmaq mümkündür, on yazmaq lazımdır. Amma əgər biz balaca nəqliyyat vasitələri ilə istifadə ediriksə, hansı ki, biz onlarda ayaq üstə dura bilmərik, bundan da in istifadə etmək lazımdır. Məsəl üçün, car, maşın sözü ilə, yəni maşında ayaq üstə durmaq olmaz. Ona görə də bundan in istifadə edirik. Böyük nəqliyyatlarla on, balaca nəqliyyatlarla isə in olaraq yadımızda saxlaya bilərik, uyğun olaraq. Deməli, görürük ki, artikel var və yaxud da ki, əvəzlik var. Bu zaman uyğun olaraq in və yaxud da ki, ondan istifadə etmək lazımdır. Məsəl üçün, in a car və yaxud da ki, in the car, in her car. Burada istifadə etmək mümkündür. Bir dənə on foota diqqət edirik. Burada foot deməli, yanında artikel yoxdur. Əlbəttə ki, işlənmir artikellə və yaxud da ki, ayrılıqda işlənə bilər, amma belə yox, əvəzliyi ilə və s. işlənməyəcəkdir burada. Deməli, ondan sonra foot gəlir. Bunun da mənası piyada deməkdir. Gəlin indi minmək və düşmək sözlərinə baxaq. Ümumiyyətlə, minmək, düşmək sözlərini keçərkən nəyə fikir vermək lazımdır? Deməli, burada nəqliyyat vasitəsinə fikir vermək lazımdır. Hündür olan nəqliyyat vasitələri ilə fərqli və balaca olan, kiçik olan nəqliyyat vasitələri ilə isə fərqli sözönülər işlənir. Gəlin baxaq hündür olanlarla. Əgər bir nəqliyyat vasitəsi hündürdürsə, avtobus kimi, qatar kimi hündür bir nəqliyyat vasitəsidirsə, bu zaman get on və get off-dan istifadə edəcəyik. Əlbəttə ki, to get on minmək, to get off olanda isə düşmək mənasındadır. Məsəl üçün, deyirəm ki, I get on the bus, mən avtobusa minirəm. Burada avtobus hündür olduğuna görə artıq get in deməyəcəyik. Yenə də bu in və onun bir-birindən fərqinə yuxarıda qeyd elədiyim fərqə də uyğun gəlir ki, kiçik olanlarla dedik in, böyük olanlarla isə on işlənir. Kiçik olanlarda necə olacaq? Əgər biz maşın, taksi kimi balaca bir nəqliyyat vasitəsinə miniriksə və ya düşürüksə, bu zaman həmin nəqliyyat vasitələrinə minərkən get in və yaxud da ki, get into deməliyik. Düşərkən isə get out of demək lazımdır. Məsələn, to get in a taxi, taksiyə minmək və yaxud da to get out of the taxi, taksidən düşmək.
Deməli, ingilis dilində table sözü də müxtəlif sözünlər tələb eləyir. Yəni table-dan bir yox, bir neçə sözünü yazmaq mümkündür. Sadəcə olaraq burada həmin cümlədə mənaya baxmaq lazımdır. Təbii ki, table sözünə müxtəlif sözünlər qoşulub fərqli mənaları ifadə eləyir. Məsəl üçün on the table stolun üstündə deməkdir. Əlbəttə ki, we eat dinner on the table deyə bilmərik. Biz stolun üstündə nahar eləmərik. Sadəcə olaraq məsələn demək olar ki, my pen is on the table. Mənim qələmim stolun üstündədir. At the table nədir? Stol arxasında deməkdir. Stolun arxasında oturub, məsəl üçün, yemək yeməkdən söhbət gedir. Məsəl üçün, deyirəm ki, children eat sandwiches at the table. Deməli, uşaqlar stolun arxasında oturub, neynirlər? Sandviç yeyirlər. Around the table, stolun ətrafında, ümumiyyətlə, bütün ətrafı nəzərdə tutur və under the table isə stolun altında deməkdir. Məsələn, deyirəm ki, there is a cat under the table, stolun altında pişik vardır. Yəni, table sözünə müxtəlif sözünlər qoşulur və müxtəlif sözünlər qoşulduqca da həmin cümlənin və yaxud da ki, ifadənin mənası əlbəttə ki, dəyişir. Gəlin endə baxaq. Deməli, at the end var, bir də ki, in the end var. Bunlar bir-birindən fərqlidir. At the end nədir? At the end bir prosesin sonu deməkdir. Bir qısa müddətli bir şeyin sonu, məsəl üçün. Və yaxud da ki, müddətinə görə uzun da ola bilər. Məsəl üçün, deyirəm ki, at the end of the game, oyunun sonu. Oyun bir prosesdir, davam eləyir. Onun sonunu nəzərdə tutanda artıq at the end of demək lazımdır. In the end isə nəhayət ki deməkdir. Yəni axır ki mənasında işlənir və in the end he succeed. Nəhayət ki uğur qazandı və sair bu mənalarda istifadə edilir. Demək ki, end-lə həm in, həm də ki at istifadə etmək mümkündür. At the end olanda bir prosesin sonu mənasındadır, amma in the end olanda nəhayət ki, axır ki mənasında istifadə edilir. Deməli, gəlin baxaq arrive sözünə. İngilis dilində arrive feili gəlib çatmaq deməkdir və arrive feili ilə bir neçə sözünü işlənir. Gördüyünüz kimi in-də işlənə bilir, at-də işlənə bilir, by-da istifadə edilə bilir. İndi gəlin bunların bir-birindən fərqlərinə baxaq. Birincisi, arrive-la in istifadə ediləndə mütləq özündən sonra böyük yerlər gəlməlidir. Şəhər adları, ölkə adları, kənd adları, nəsə böyük yerlər, hətta biz buna damı olmayan, üstü qapalı olmayan yerlərdə demək olar. Məsəl üçün, arrive in London. Artıq London böyük bir şəhər olduğuna görə burada arrive-la in demək lazımdır. Arrive at-də isə kiçik yerləri demək lazımdır. Məsəl üçün, balaca yerlərə çatmaqdan söhbət gedirsə, airport kimi, sinema kimi və s. Bunlar da kiçik, balaca yerlər olduğuna görə bunlarla arrive at istifadə etmək lazımdır. Məsəl üçün, arrive at the airport, arrive at the bus station və s. Home sözü bilirik ki, biz artiklsız işlənir. Yəni, home'un qabağına artıq to yazmaq mümkün deyil. Buna görə də arrive ilə home'un arasında heç bir sözünü yazmaq olmaz. Sadəcə olaraq arrive home deyəcəm. Məsəl üçün, he arrived home in time. O evə vaxtında çatdı və s. Arrive by olsa artiklsız nəqliyyat vasitə. İndi gələk nəqliyyat vasitələrinə baxaq. Biz yuxarıda da qeyd elədik də nəqliyyat vasitələri by, on və in-lə istifadə edilir. Eynilə də arrive, by, on və ya in üstə gəlsin müxtəlif nəqliyyat vasitələri işlənəcəkdir. Yuxarıda dediyimiz qaydaların hamısı burada da keçərlidir. Yəni necə dedik ki, by-dan sonra artiklsız nəqliyyat vasitələri gəlməlidir. By car kimi, by plane kimi. Arrive-də olanda eyni qayda keçərlidir. Arrive-dan sonra by gəlibsə, mütləq artiklsız və əvəzliksiz nəqliyyat vasitəsi gəlməlidir. Məsəl üçün, arrive by car kimi. Amma arrive-dan sonra on gəlibsə, böyük nəqliyyat vasitələri, ayaq üstə dura bildiyimiz, məsəl üçün, bus kimi. Məsəl üçün, necə olacaq? Arrive on a bus. Arrive in olanda isə kiçik nəqliyyat vasitələri, məsəl üçün, arrive in a car. Deməli, arrive həm nəqliyyat vasitələri ilə işlənir. Burada isə nəqliyyat vasitələri ilə işlənilən sözünlərdə olan bütün qaydalar burada da keçərlidir.
Bir də ingilis dilində minnətdar olmaq sözü var. To be thankful və yaxud da ki, to be grateful. To be thankful, eləcə də to be grateful sözləri ilə həm to işlənə bilir, həm də ki, for istifadə edilir. Sadəcə olaraq burada əlbəttə ki, məna fərqlidir. Əgər bunlarla to işlənibsə, yəni to be thankful to və ya to be grateful to deyilibsə, bu zaman mütləq insan gəlməlidir. Yəni kiməsə minnətdar olmaq mənasındadır. Məsələn, I am thankful to my mom. Mən anama minnətdaram. Demək, burada tutalım ki, testdə to verməyibdi. Necə tapırıq? Thankful-dan sonra baxırıq ki, insan gəlibdi. İnsan gəldiyinə görə to yazmaq lazımdır. Nə üçünsə, hansısa bir cansız nəsə maşının var, onun üçün minnətdarsan və yaxud da ki, sağlamsan, buna görə minnətdarsan, bu zamanda fordan istifadə etmək lazımdır. Yəni artıq burada canlı bir şəxs yoxdur. Məsələn, to be thankful for my car. Mən maşınıma görə minnətdaram və yaxud da ki, deyirəm ki, I am grateful for my home. Mən evimə görə minnətdaram və s. Burada da cansız gəlməlidir. Deməli, to be thankful və ya to be grateful olanda özündən sonra insan gəlibsə to yazmaq lazımdır. Çünki burada kiməsə minnətdarıq artıq. Özündən sonra cansız gəlibsə for yazmaq lazımdır. Burada artıq nə üçünsə minnətdar olmuş oluruq. Məkanlar ilə nə yazmaq lazımdır? Məkanlar ilə bir çox söz önü yazmaq olur. Məsələn, in, on, at, to. Bunlar da özlərinə uyğun olaraq işlənəcəkdir. Yəni, yenə böyük yerlər, böyük ölkə adları, şəhər, kənd və s. Belə yerlərlə istifadə edirik. Təbii ki, burada bəzi istisnalar da olur. Məsəl üçün, library sözü ilə artıq in yazmaq lazımdır, on yazmaq olmaz və s. Onun da özünə məxsus işlənmə yeri var. On the farm, on the island, on the continent. Sadəcə olaraq bir də bu qrammatika kitablarında, ümumiyyətlə testlərdə çox ikili salırlar. Məsələn, in the island da demək olar. Məsəl üçün, deyirəm ki, he lives in the island. Mən çox görmüşəm, danışıqda da işlədirlər. Sadəcə olaraq qrammatika necə verirsə, biz də o cür əzbərləyək test üçün. Deməli, at-lə nə işlənə bilər? At home, at the cinema, at school, at the lesson, bunlar. Və to isə bitmiş zamanlarda. Artıq biz bitmiş zamanı izah edəndə bu qaydadan danışmışdıq ki, sadə zamanlarda yer bildirən sözlərin qarşısında, məsəl üçün Baku, London və s. yer bildirən sözlərin qarşısında in işlətmək lazımdır. Amma bitmiş zamanlarda yer bildirən sözlərin qarşısında bu səfər to istifadə etmək lazımdır. Məsəl üçün, I have been in Baku demək olmaz, I have been to Baku demək lazımdır. Gəlin come sözünə baxaq. Come gəlmək deməkdir və bununla da görürük ki, bir neçə söz önü işlənir. Come to işlənsə, harasa gəlmək mənasındadır. Come into içəri girmək mənasındadır. Come from hardansa gəlmək. Məsəl üçün, I come from Baku. Mən Bakıdan gəlirəm. Come up to yaxınlaşmaq, yəni approach-a bərabərdir. Kiməsə yaxınlaşmaq mənası və ya nəyəsə bir şeyə yaxınlaşmaq mənasında istifadə olunur fiziki olaraq da. Deməli, bu da approach-a bərabərdir. Approach da bilirik ki, yaxınlaşmaq deməkdir. Sadəcə olaraq approach-dan to istifadə etmək olmaz. Gəlin leave və left-ə baxaq. Leave tərk etmək, çıxıb getmək deməkdir. Left də eyni mənadadır. Sadəcə olaraq leave və onun keçmiş zaman forması da left-də elə deyil. Bunlarla həm for istifadə edilir, həm də ki söz önüsüz istifadə edilir. Yəni leave və ya left olanda variantda baxırsınız, for da olar və boşluqda olar, ikisindən biri istifadə edilir. Sadəcə olaraq burada məna fərqi var. Leave for getmək, harayasa getmək mənasındadır. Məsəl üçün deyirəm ki, I leave for London. Mən Londona gedirəm. Amma I leave London desəm, yəni artıq burada for istifadə etməsəm, məna o olur ki, Londonu tərk edirəm. Londondan çıxıb gedirəm. Yəni he left London, o Londonu tərk elədi. Artıq çıxıb getdi. Yəni Londondan çıxdı, getdi. He left for London, o London üçün getdi. Yəni Londona getdi mənasındadır. Yəni hardansa çıxıb başqa bir yeri tərk edib gedir Londona.
Və əgər məkan olmasa nə edəcəyik? Məsəl üçün yer adı yoxdur və sair. Bu zaman nə baş verəcəkdir? Bu zaman özlərinə məxsus qaydada, məsəl üçün nightdır. Biz bilirik ki, nightdan at istifadə eləmək lazımdır. Bu zamanda uyğun olaraq at istifadə eləyəcəyik. He left at night məsəl üçün. Burada artıq sözünü left-ə uyğunlaşmır. Burada artıq sözünü night sözünə uyğunlaşır və sair. Və yaxud da ki, morning sözü ilə biz bilirik ki, in istifadə edilir. Artıq burada I live in the morning deyəcəyik. Deməli, pay ödəmək sözü. Deməli, indi gəlin buna baxaq. Nə üçünsə ödəmək. Məsəl üçün, nəsə bir yemək yeyirsən, onun pulunu ödəyirsən və yaxud da ki, bir şey alırsan, onun pulunu ödəyirsən. Nə üçünsə ödəniş eləyəndə burada deməli, for istifadə edilir, bir də heç nə istifadə edilməyə bilər. Deməli, for istifadə edilir bir çox sözlə. Yəni, burada dinner yazmışam, lunch olar, lunch olmasın, nə bilim, supper olsun və s. Burada for istifadə edilir və yaxud da ki, to pay for dress, paltar üçün pul ödəmək. Burada ayaqqabı üçün də deyə bilərik, coat palto üçün də deyə bilərik. Yəni, burada sözlər dəyişilə bilir. Sadəcə olaraq sözönüsüz olanlar fiksdir, yəni sabitdir. Necə olacaq? Debt, bill, rent, fax, fine, fee, fare. Bu kimi sözlərlə heç bir sözünü istifadə etməyəcəyik. Yəni, to pay for dress demək lazımdır, paltar üçün pul ödəmək, amma to pay debt demək lazımdır və ya to pay rent demək lazımdır. Artıq to pay ilə rentin arasına və yaxud da ki, burada yazılan bu aşağıdakı sözlərin arasına heç nə yazıla bilməz, heç bir sözünü yazılmaz. Deməli, bir də var nə ilənsə ödəmək. Bu bizim ödəniş şəklimizi göstərir. Nağdmı ödəyirik, kredit kartı ilə mi ödəyirik və s. Sadəcə olaraq nağd ödəyəndə in istifadə eləmək lazımdır. Məsəl üçün, to pay in cash nağd vermək, amma digər ödəniş şəkilləri kredit kart və yaxud da ki, çek olsa bu zaman buy demək lazımdır. Məsəl üçün, to pay by credit card, to pay by check və s. Deməli, nə üçünsə ödəyiriksə iki cür olacaqdır. Nə üçünsə ödəyəndə bir for, bir də ki, heç nəsiz işlənir. For olanda, məsəl üçün, nə üçünsə ödəmək paltar üçün, ayaqqabı üçün və s. Amma sözünsüz olanda bill, rent, tax kimi sözlərlə də sözünsüz istifadə edilməlidir. Bir də var bizim ödəniş şəklimiz. Ödəniş şəkli olanda ya buy ya da ki, indən istifadə edirik. Kredit kartı və çek olanda bu zaman buydan, nağd ödəyəndə isə in cash demək lazımdır. Bir də agree. Agree razılaşmaq deməkdir. Bizim dillə biraz da uyğun gəlir. Biz də deyirik də kimlənsə razılaşmaq və yaxud da ki, nə iləsə razılaşmaq. Deməli, burada necə olacaqdır? Əgər biz bir insanla, bir şəxslə razılaşırıqsa, bu zaman agree ilə with istifadə etmək lazımdır. Yəni, agreedən sonra canlı insan, şəxs gəlibsə, bu zaman with demək lazımdır. Məsəl üçün, deyirəm, I agreed with Tom, mən Tomla razılaşdım. Amma biz nə ilənsə razılaşırıq. Hansısa bir situasiya ilə, hansısa bir planla və s. Bununla razılaşanda isə to-dan istifadə etmək lazımdır. Məsələn, I agreed to your plan. Mən sənin planınla razılaşdım. Deməli, agreedən sonra insan olsa with, agreedən sonra nəsə olsa, yəni insan olmayan nəsə olsa, bu zamanda to istifadə etmək lazımdır. Believe ilə də, believe biz bilirik ki, inanmaq deməkdir. Believe ilə həm in, həm də ki, heç nə istifadə edilməyə bilər. Burada necə olacaq? Burada əsas məna fərqinə fikir vermək lazımdır. Believe ilə heç nə istifadə edilməsə, əsasən şəxs gəlir. Amma həmişə belə olmur. Bu bir qədər fərqlidir. Birazdan izah edəcəm. Deməli, believe heç nəsiz işlənəndə kiminsə nəsə dediyinə inanmaq. Məsəl üçün, o bir şeylər deyir, mən ona inanıram. Deyirəm ki, I believe him. Mən ona inanıram. Yəni, dediklərinə inanıram mənasında. Believe in olanda əsasən isim gəlir. Burada canlı olmaya da bilir. Və bu zaman necə olacaq? Nəyinsə var olduğuna inanmaq. Məsəl üçün, deyirəm, I believe in miracles. Mən möcüzələrin olduğuna inanıram. Yəni, onun var olduğuna inanıram. Və yaxud da ki, I believe in God. Mən Allaha inanıram. Yəni, onun varlığına inanıram. Deməli, believe heç nə olmasa şəxs gəlməlidir. Amma believe in olsa isim gəlməlidir və bu da bu şeyin, nəyinsə bir şeyin var olduğuna inanmaq mənasına gəlir. Night bilirik ki, gecə deməkdir və night-la da müxtəlif sözünlər istifadə edilir. Gəlin baxaq. Normalda
At night istifadə olunur. Məsəl üçün, I ate pizza at night və s. Mən gecə pizza yedim və s. Bunlardan at istifadə olunur. Lakin əgər night sözünün qarşısında hər hansı bir sifət gəlsə, frosty kimi, cold kimi, hot kimi və s. hər hansı bir sifət gəlsə, bu zaman on yazmaq lazımdır. Yəni night tək başına işlənirsə at yazırıq. Night'ın qarşısında hər hansı bir sifət vardısa, bu zaman on yazırıq və night'ın qarşısında D artiklı istifadə edilibsə, bu zaman ya for ya da ki during yazmaq lazımdır. Eləcə də bizim dilə uyğun olaraq after və yaxud da ki before night da demək mümkündür. Məsəl üçün deyirəm I saw him after night. Gecədən sonra mən onu gördüm və s. Deməli night tək olsa at yazırıq. Night'ın qarşısında hər hansı bir sifət olsa on yazmaq lazımdır. Night'ın qarşısında the article olsa bu zaman for və yaxud da ki during yazmaq lazımdır. Təbii ki bu artıq tərcüməsinə görə dəyişəcəkdir və yaxud da ki night'la after və yaxud da before yazmaq mümkündür. Gəlin indi günün digər hissələri, yəni morning, afternoon, evening sözlərinə baxaq. Morning tezdən, afternoon günorta və evening isə axşam deməkdir. Deməli, bunlar bu üç söz in-lə işlənir. In the morning, in the afternoon, in the evening. Sadəcə olaraq yuxarıdakı qaydaya biraz bənzəyir. Əgər morning, afternoon, evening sözlərinin qarşısında sifət olsa, onları təsvir edən bir sifət olsa, bu zaman on yazmaq lazımdır. Məsəl üçün, morning sözü təkdədir, artıq burada in the morning demək lazımdır. Yox, əgər morning sözünün qarşısına məsəl üçün soyuq tezdən demək istəyir, a cold morning, bu zaman on a cold morning demək lazımdır. Bir də ki, həftənin günləri olanda, məsəl üçün Monday morning, Tuesday morning və s. bu sözlər də olanda mütləq on yazmaq lazımdır. Çünki biz bilirik ki, həftənin günləri ilə on istifadə etmək lazımdır. Bir də yenidən, əgər bu sözlərin qarşısında this, that, every, last kimi sözlər vardısa, deməli heç bir sözünü yazmaq olmaz. Məsəl üçün every morning yazıb artıq heç nə yazmaq mümkün deyil. Last afternoon yazıb da yenə yazmaq olmaz. Çünki bu sözlər, yəni this, that, every, last və s. bu kimi sözlər, bir də next var idi, özündən əvvəl sözünü tələb etmir. Gəlin corner, yəni künc sözünə baxaq. Künc sözü demək iki sözünü ilə istifadə edilə bilir. Bir in, bir də ki ətlə istifadə edilməsi mümkündür. Necə olacaqdır? Əgər biz qapalı yerlərin küncündən danışırıqsa, bu zaman in, əgər açıq yerlərin küncündən danışırıqsa, bu zaman ətdən istifadə etmək lazımdır. Məsəl üçün in the corner of the room, otağın küncü. Otaq qapalı yerdir. Qapalı yerin küncü deyəndə mütləq burada artıq indən istifadə etmək lazımdır. Əgər biz küçənin küncü demək istəyiriksə, küçə də əlbəttə ki açıq yerdir. Bu zaman da ətdən istifadə etmək lazımdır. Word sözü ilə də həmçinin müxtəlif sözünlər istifadə edilir və mənaları, tərcümələri bir qədər fərqli olur. Deməli, word ilə in istifadə edilir. In the world dünyada deməkdir. Throughout the world və yaxud da ki all over the world-ün mənası da eynidir. Bütün dünyada deməkdir. Bu mənaya gəlir. Məna dəyişikliyi var. Sadəcə olaraq bilin ki, word-lə in-də istifadə edilir, throughout da istifadə edilir, all over da istifadə etmək mümkündür. Deməli, ask soruşmaq. Ask həm heç nəsiz istifadə edilə bilər, həm for-la, həm də ki about-la istifadə edilə bilər. Gəlin indi bunların bir-bir fərqlərinə baxaq. Deməli, ask əgər heç nəsiz istifadə edilirsə, mütləq şəxs gəlməlidir. Məsəl üçün görürsüz ki, askdan sonra Sarah yazmışam. Yəni insandır. Vacib deyil insanın adı olsun. My teacher ola bilər və yaxud da ki your brother ola bilər və s. Askdan sonra insanı bildirən, şəxsi bildirən sözlər vardısa, heç bir sözünü yazmaq olmaz. Ask Sarah, ask your teacher. Artıq burada sözünü yazılmır. Amma nəsə istəmək mənasında, məsəl üçün icazə istəmək, kömək istəmək, yəni bu əsasında xahiş etmək mənasına gəlir tərcümə olaraq. Deməli, bu zamanda for-dan istifadə edilir. Məsəl üçün ask for permission, ask for help, kömək istəmək, ask for money, pul istəmək və s. Nəsə istəyəndə for olacaqdır. Bir də ki biz
kiminsə haqqında və yaxud da ki, nəyinsə haqqında soruşuruqsa, bu zaman haqqında, yəni about istifadə edilməlidir. Yəni ask about Sarah, Sarah haqqında soruşmaq, ask about her relationship, onun münasibəti barəsində soruşmaq və s. Deməli, kimdənsə soruşmaq mənasında heç nə işlənməyəcəkdir. Nəsə istəmək, xahiş eləmək mənasında ask-la for istifadə edilməlidir. Nəyinsə və yaxud da kiminsə barəsində, haqqında soruşmaq olanda bu zamanda ask-dan sonra about istifadə edilməlidir. Wait sözünün mənası gözləmək deməkdir. Wait ilə bir for, bir də ki, yerlər gələndə, məkan bildirən sözlər gələndə in, on, at istifadə edilir. Deməli, wait gözləmək mənasında olanda kimi, nəyi, yəni nəsə canlı bir şeyi və yaxud da ki, nəsə cansız bir şeyi gözləmək mənasında bu zaman özündən sonra for istifadə edilməlidir. Wait for the taxi, taksini gözləmək, nəyi? Wait for Sarah, Sarahı gözləmək, nəyi? Wait gözləmək, harada gözləmək, yer məkan bildirəndə isə in, on, at istifadə edilir. Bu zamanda in, on və yaxud da ki, atin istifadə edilməsi in, on, atdən sonra gələn sözlərdən asılıdır. Məsəl üçün, wait in the room demək lazımdır. Çünki room otaq sözü ilə in istifadə edilir. Wait on the way demək lazımdır. Çünki yol sözü ilə on istifadə edilir. Wait at home demək lazımdır. Çünki home ev sözü ilə at istifadə edilir. Deməli, wait gözləmək, kimi, nəyi gözləmək mənasında for gələcəkdir. Wait gözləmək, harada gözləmək, yer, məkan bildirirsə, uyğun olaraq in, on və yaxud da ki, at sözünlərindən hər hansı biri istifadə edilməlidir. Gəlin məşhur olmaq sözlərinə baxaq. Demək, ingilis dilində 2 dənə məşhur olmaq sözünü öyrənəcəyik bugün. Popular, bir də famous. Popular ilə with, famous-lə isə for istifadə edilməlidir. Famous-lə forun istifadə edilməsini f hərfi ilə yadınızda saxlaya bilərsiniz. Famous f hərfi ilə başlayır, for da f hərfi ilə başlayır. Deməli, popular with və eləcə də famous for hər ikisinin mənası eynidir. Bu, nəyinəsə görə məşhur olmaq. Məsəl üçün, deyirəm ki, he is popular with his intelligence. O, ağlına görə məşhurdur. Və yaxud da ki, Paris is famous for its old buildings. Paris özünün qədim binaları ilə məşhurdur. Yəni, nəyinəsə görə məşhurdur. Popular in, eləcə də famous in olanda hardasa məşhur olmaq, yenə yer adlarının qarşısında in istifadə edilməlidir. Məsəl üçün, deyirəm, he is famous in America. O, Amerikada məşhurdur. Deməli, əgər siz popular, eləcə də famous sözlərindən sonra yer adları görürsə, Amerika, Azərbaycan və s. bu zaman in istifadə etməlisiniz. Yox, əgər nəsə bir cansız, intelligence kimi və yaxud da ki, cuisine ola bilər, mətbəx sözü və s. bu zamanda with və yaxud da ki, fordan istifadə etməlisiniz. Think fikirləşmək, düşünmək mənasına gəlir. Think ilə 2 dənə sözünü istifadə edilə bilər. Yəni, ya think ilə of yazmaq lazımdır, ya da ki, think ilə about işlətmək lazımdır. Necə olacaqdır? Bunların mənası bir-birindən fərqlidir. Deməli, think of düşünmək, rəy bildirmək mənasındadır. Məsələn, deyirəm ki, what does Jane think of him? Jane onun haqqında nə düşünür? O barədə nə düşünür? Nə fikirləşir? Bu mənada işlənir. Think about isə xəyalda imaginary, elə bir ki, imagine eləyirsən. Deməli, bu zaman necə olacaq? Məsəl üçün, he always thinks about his dream life. O həmişə arzuladığı həyat haqqında fikirləşir. Deməli, xəyal qurur mənasındadır. Burada da məna fərqləri vardır. Bir də give, vermək sözü. Deməli, give-dən sonra cansız gəlibsə, to işlətmək lazımdır. Give-dən sonra şəxs gəlibsə, heç bir sözünü istifadə edilməməlidir. Məsəl üçün, give a piece of cake to Sarah. Deməli, give-dən sonra cansız gəlibdir. Bir parça tort deməkdir, a piece of cake. Burada cansızdır və yaxud da give the book olar, kitabı ver və s. Cansız gələndə to istifadə eləmək lazımdır. Əgər give-dən sonra canlı gəlibsə, artıq burada sözünə ehtiyac yoxdur. Give Sarah a piece of cake.
Eyni qaydada show, sell, send, pass, bring, tell, to hand və s. bu kimi feillər də bu qəlibdən olan sözlərdir. Yəni eyni qayda bunlara da aiddir. Cansız gəlibsə to yazırıq, şəxs gəlibsə artıq heç bir sözünü istifadə eləmirik. Way yol deməkdir. Way yol sözünün də müxtəlif sözünlər istifadə edilir və elə buna görə də bunun mənaları da dəyişir. Gəlin baxaq. On the way istifadə edilər. On the way yolda deməkdir. Məsəl üçün he is on the way, o yoldadır. Bir də var on the way to, harayasa gedən yolda. Məsəl üçün deyirəm ki, o Sarahgilə gedən yoldadır. He is on the way to Saras. Deməli, on the way ilə əgər home gəlibsə yenə heç bir sözünü istifadə edilməz. Çünki biz bilirik ki, home-un qarşısında sözünü yazılmayacaqdır. Yəni ən azından istiqamət bildirən sözünü istifadə edilməməlidir. Bir də ki, way yol sözü ilə by sözünü istifadə edilir və by the way yeri gəlmişkən deməkdir. Məsəl üçün nəsə bir söhbət gedir, orada deyirəm ki, by the way I am going to the gym regularly. Yeri gəlmişkən mən də düzənli şəkildə idmana gedirəm, idman zalına gedirəm. Deməli, century əsr sözünə baxaq. Əsr sözü ilə də in, from, up to və since kimi sözünlər istifadə edilə bilir. Burada da bir qədər mənaları fərqlənir. Məsəl üçün, in 21st century desə, in the 21st century 21-ci əsrdə. Məsəl üçün, deyirəm ki, we live in the 21st century. Biz 21-ci əsrdə yaşayırıq. Amma ikinci tərəfdə from desəm, bir qədər məna dəyişir. 21-ci əsrdən mənasındadır. Nəyinsə başlanğıcını göstərir. Məsəl üçün, we began to use cell phones from the 21st century. Biz 21-ci əsrdən mobil telefonlar istifadə etməyə başladıq. Bu artıq 21-ci əsrdən başlayıbdır. Yəni nəyinsə başlanğıcını göstərir. Up to isə bir qədər gələcəklə bağlı olur. Məsəl üçün, up to the 21st century 21-ci əsrə qədər. Tutam ki, biz düzdür, indi 21-ci əsrdəyik. Tutam ki, 20-ci əsrdə danışılırdı ki, 21-ci əsrdə filan şeylər olacaqdı. Deməli, burada up to o vaxta qədər filan şey olacaq mənasında. Məsəl üçün, deyir ki, there will be AI robots up to the 21st century 21-ci əsrə qədər süni zəka robotları olacaq və oldu da. Since bəri deməkdir. Bu da təbii ki, bitmiş zamanlarda işlənəcəkdir. People have left their village since the 21st century. İnsanlar 21-ci əsrdən bəri nəmişdilər? Öz yerlərini, kəndlərini daha doğrusu tərk etmişdilər. Gəlin street sözünə baxaq. Street sözünün mənası küçə deməkdir. Deməli, street sözü ilə in istifadə edilər. Bir də ki, at istifadə edilər. Bir də Məsələn, in və at istifadə edilir. Gəlin baxaq. Məsəl üçün, children play in the street. Uşaqlar küçədə oynayırlar. Burada in istifadə elədik. In nəsə street, in Nizami street, in Heydər Əliyev street, in Oxford street və s. bunlar da istifadə edilir. Məsəl üçün, deyirəm ki, we live in Oxford street. Biz Oxford küçəsində yaşayırıq. Əgər deməli, küçənin nömrəsi verilibsə, 12, məsəl üçün, 20, 35 fərqi yoxdur. Küçə nömrəsi verilibsə, artıq burada at demək lazımdır. Məsəl üçün, we live at Oxford Street. Biz deməli burada we live at Oxford Street 12. Biz deməli Oxford küçəsi 12-də yaşayırıq. Artıq burada rəqəm verildiyinə görə ətdən istifadə etmək lazımdır. Gəlin day gün sözünün istifadəsinə baxaq. Deməli day gün sözü ilə əksər hallarda on istifadə edilir. Yəni birthday, cold day fərqi yoxdur. Day sözü holiday məsəl üçün. Bunları görəndə on yazmaq lazımdır. Sadəcə olaraq biraz zamana baxmaq lazımdır. Zamana fikir vermək lazımdır. Əgər cümlə bitmiş zamandadırsa, artıq bu day sözü ilə since istifadə etmək lazımdır. Məsəl üçün, I haven't seen him since my birthday. Mən onu ad günümdən bəri görməmişəm. Deməli, burada haven't seen, yəni indiki bitmiş zaman olduğuna görə since-dən istifadə etmişik. Deməli, çünki on artıq dəqiq zamanlarda, on artıq bitmiş zamanlarda istifadə edilməyəcək. On istifadə edilir
qeyri-müəyyən zamanlarda və in biz bilirik ki, sonra mənası var. Məsəl üçün in 2 days, in 3 years və s. hamısında sonra mənasında tərcümə edilir. Məsələn, 2 gün sonra, 3 il sonra və s. Burada da gələcək zamanı var və gələcək zamanda işləndiyinə görə deməli bu zaman indən istifadə edilməlidir. Məsəl üçün Sarah will come in a few days. Sarah bir neçə günə gələcəkdir. Deməli, in işlənir gələcək zaman formasında day sözü ilə. Və feel və full sözlərinə baxaq. Feel və full sözləri bir-birinə biraz bənzədilir və bəzən qarışdırılır. Sadəcə olaraq bunlar fərqlidir. Feel feildir və doldurmaq deməkdir. Full isə dolu mənasındadır. Bu to be ilə birləşib cümlədə istifadə edilir. Gəlin birinci feelin deməli işlənməyinə baxaq. Feellə in işlənir. Bu doldurmaq mənasındadır. Məsəl üçün he fills in gaps, o boşluqları doldurur. Fill with yenə də dolu olmaq mənasındadır. Daha doğrusu fill with water dolmaq mənasındadır. Su ilə dolmaq məsəl üçün. Fill-lə with də istifadə edilir. Deməli fill-lə bir in, bir də ki with istifadə edilir. Bir də ki deməli full. Full isə to be ilə istifadə edilməlidir və qarşısında mütləq to be-nin formaları əmizar və s. bunlar olmalıdır. Təbii ki, zamana uyğun olaraq was were də ola bilər. Məsəl üçün, holidays are full of joy. Deməli, tətillər və ya bayramlar deməli sevinclə doludur. Dolu olmaq mənasında istifadə edilir. Bir də floor, döşəmə, floor mərtəbə. Biz bilirik ki, floor sözünün iki mənası var. Bunlardan biri döşəmə, digəri isə mərtəbə deməkdir. Döşəmə deyəndə evin döşəməsin nəzərdə tutulur. Yəni on the floor və yaxud da başqa bir yerin döşəməsin, zəmini nəzərdə tutur. On the floor işlənəcəkdir. Məsəl üçün deyirəm there are a lot of toys on the floor. Döşəmədə çoxlu oyuncaqlar var. Bir də floor mərtəbə deməkdir. Əgər floor mərtəbə kimi işlənirsə bir neçə sözünü istifadə edilə bilər. Burada yazmışam, onda istifadə edilir, above, below, to və s. və s. yox, elə bunları istifadə edilir. Demək, on the second floor ikinci mərtəbədə ümumiyyətlə mərtəbələrin qarşısında on istifadə edilir. Məsəl üçün, amma məna dəyişərkən, daha doğrusu sözünü dəyişərkən məna da dəyişir. Məsəl üçün, to the second floor ikinci mərtəbəyə deməkdir. Məsəl üçün, deyirəm ki, he goes to the second floor. O ikinci mərtəbəyə gedir. Above the second floor deməli ikinci mərtəbədən yuxarıda deməkdir. Məsəl üçün, deyirəm ki, Sarah lives above the second floor. Deməli, Sara ikinci mərtəbədən yuxarıda yaşayır. Below isə aşağıda deməkdir. İkinci mərtəbədən aşağıda və ya 5-ci mərtəbədən aşağıda fərqi yoxdur. Burada təbii ki, rəqəmlər dəyişə bilər. Below the second floor ikinci mərtəbədən aşağıda. Deməli, məsəl üçün deyirəm ki, Tom lives below the second floor. Tom ikinci mərtəbədən aşağıda yaşayır. Deməli, made sözünə baxaq. Made hazırlamaq, düzəltmək kimi işlənir. Made ilə of, from və in istifadə edilə bilir. Sadəcə olaraq bu zaman mənaları bir-birindən fərqlənir. Əgər made of işlənibsə, mənası hazırlamaq deməkdir. Nədənsə hazırlanmaq mənasındadır. Yəni, bir materialdan başqa bir şey hazırlanıb mənasındadır. Amma sadəcə olaraq burada həmin material dəyişmir. Məsəl üçün, tutalım ki, mənim bir qızıl boyunbağım var. Həmin boyunbağı qızıldan hazırlanıbdır. Artıq qızıl dəyişib başqa bir şey olmayıbdır. Qızıl formasını dəyişib sadəcə olaraq boyunbağı formasını olubdur. Material dəyişməyib, material eyni qalıbdır. Yəni made of olanda material dəyişmir, material eyni qalır. Məsəl üçün this chair is made of wood. Bu stool deməli taxtadan hazırlanıbdır. Taxta hələ də olduğu kimi qalır. Yəni taxta olaraq davam edir. Və yaxud da ki my ring is made from crystal. Mənim üzüyüm kristaldan hazırlanıbdır. Yəni üzüyün qaşı kristal olaraq qalıbdır. Kristal artıq dönüb qızıl olmayıb, kristal artıq dəyişib, taxta olmayıbdır. Material olduğu kimi qalıbdır.
Amma made ilə from işlənəndə material dəyişir, tamam fərqli nəsə olur. Məsəl üçün, paper is made from wood. Kağız taxtadan hazırlanıbdır. Yəni artıq material tamamilə dəyişibdir. Kağız ayrı bir materialdadır, taxta ayrı bir materialdadır. Kağızın bir hissəsini qoparıb bu taxtadır demək olmaz, belə deyim. Amma biz stolun bir hissəsini qoparıb bu taxtadır deyə bilərik. Yəni deməli, əgər bir şey digərinə tamamən dönübsə, tamamən fərqli bir şey yaranıbsa, bu artıq made from olmalıdır. Made in isə artıq sizin də başa düşdüyünüz üzrə hardasa hazırlandığını göstərir. Artıq burada məkan var, yer var, yeri bildirir. Məsəl üçün, this brush is made in Germany. Bu fırça Almaniyada hazırlanıbdır mənasındadır. Bir də son olaraq fərqlənmək, fərqli olmaq və fərq sözlərini öyrənək. Fərqlənmək sözləri vary from və yaxud da ki, differ from sözləri ilə istifadə edilir. Məsəl üçün, your opinion differs from others. Sənin fikirlərin digərlərindən fərqlənir. Fərqlənmək olanda differ ilə from və yaxud da ki, vary ilə from istifadə etmək lazımdır. Bir də var fərqli olmaq. Məsəl üçün, deyirəm ki, mənim həyat tərzim digərlərindən fərqlidir. Fərqli olmaq mənasında. Burada different-lə from istifadə etmək lazımdır. Məsələn, deyirəm ki, deməli, her lifestyle is different from others. Onun həyat tərzi digərlərindən fərqlidir. Fərqli olmaq mənasında different-lə from istifadə edilməlidir. Bir də ki, bunun əksi from various. Deməli, qayda kitabında various from yazmışdı. Düşünürəm ki, orada texniki bir səhv olubdu, çox güman ki. From various olmalıdır. Various'dan sonra from istifadə edilmir. From various'dan əvvəl istifadə edilir. Bu da olacaq, məsəl üçün, from various aspects. Various'dan əvvəl istifadə edilir, amma different-dən sonra istifadə edilir. Bir də fərq mənasında difference between və yaxud da ki, difference among işlənir. Demək, burada nəyə diqqət eləyəcək? Between olanda iki şəxs və yaxud da ki, əşyanın arasındakı fərqi göstərir. Məsəl üçün, deyirəm ki, there is a big difference between you and your brother. Sənlə sənin qardaşın arasında böyük fərq var. Burada nə edirəm? Sənin qardaşın 2 nəfərdir, amma difference among olsa artıq burada 3 və daha artıq şəxsdən söhbət gedir. Məsəl üçün, deyirəm ki, there is a big difference among your friends. Yəni, dostların arasında çox fərq var. Yəni, çoxlu dostlarım var, tutam ki, 3-dən artıqdır. Deməli, bunda